Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi't tayyibin tahirin. Ve la'netullahi ala a'daihim ecmaîn minel an ila qiyam yevmiddin. Bəhsimiz təvəssül haqqında idi və bundan əvvəlki bəhslərdə və son olaraq gəldiyimiz və bundan əvvəlki verilişimizdə qeyd elədik ki, təvəssülə aid dəlillərdən müəyyən bir qisminə başlamışdıq. Həmin o qism də bundan ibarət idi ki, İslam dinində müəyyən ibadətlərdə təvəssülə olan işarələr haqqında idi. Və keçən bəhsimizdə namazda təvəssülə olan işarələrdən birini, yəni təşəhhüddə İslam Peyğəmbərinin adından çəkilməsi və həmçinin təşəhhüddə Peyğəmbər və onun əhl-i-beytinə salavat deməyi haqqında və onun həm əhl-i-beyt məktəbinə görə, əhl-i-beyt məzhəbinə görə və həm də digər məzhəblərdən bir qrupuna görə vacib olduğunu və digər qrupa görə isə müstəhəbb olduğunu və həmin bu salavatda istər-istəməz Peyğəmbər və onun əhl-i-beytini xatırlamaq və ona doğru qəlbən yönəlməyin olduğunu və Allahın da bunu namazda qərar verdiyini dedik və dedik ki, bu əslində təvəssülə olan işarələrdəndir. Və o barədə müəyyən hədislər də oxuduq və bundan əlavə bir mövzuya da daxil olduq ki, hədislərə əsasən, hər iki firqənin hədislərinə əsasən Peyğəmbər və onun əhl-i-beytinə salavat demək həm namazın qəbulu üçün şərt idi və həmçinin duanın qəbulu üçün də əsas olan şərtlərdən biri idi. Və bu barədə çoxlu hədis oxuduq və hər iki məzhəbdən oxuduq. Sadəcə sonradan vaxt az olduğuna görə bir dənə hədis qalmışdı ki, istədik ki, həmin o hədisi, yəni ikinci bir dəlilə keçməmişdən, yəni həmin o mövzuda namazda təvəssülə olan işarələr mövzusunda olan dəlillərə keçməmişdən, yəni onun birincisini ki qeyd eləmişdi, ikinci dəlilə keçməmişdən əvvəl istədik ki, əhl-i-beytdən gələn bir hədisi oxuyaq. Çünki hədis əslində təvəssülə böyük bir işarədir və dua edərkən Peyğəmbər və onun əhl-i-beytinə yönəlməyi bizə bildirən hədislərdən biridir. Və keçən bəhsimizin bir növ davamı olaraq bu hədisi oxuyuruq. Bu hədis Vəsail-ü Şiə kitabının 7-ci cild 93 və 94-cü səhifələrdə 8829-cu hədisdə nəql olunur İmam Həsən Əskəri əleyhissalamdan ki, İmam Həsən Əskəri əleyhissalam öz ata və babalarından, onlar da Peyğəmbərdən nəql edir. Peyğəmbər buyurur ki, İnnallaha subhanahu yəqul, həqiqətən Allah Teala belə buyurur. İbadi, mən kânət ləhu iləykum hacə fəsəələkum bimən tuhibbun əcəbtum duaə. Deyir, ey mənim bəndələrim, əgər sizlərdən kimsə, yəni sizlərdən birindən bir nəfər gəlib istədiyi, onun çox istədiyi bir şəxsə xatir nəsə bir şey istəsə, siz ona cavab verərsiniz. Yəni, sizlərdən birinə bir nəfər gəlsə, sizin istədiyiniz bir nəfərin adını qeyd eləsə və ona xatir sizə and versə, siz ona cavab verəcəksiniz. Ələ fə'ləmu, agah olun və bilin ki, Allah Teala'nın dilindən Peyğəmbər nəql edir, hədisi qudsidir. Hədisi qudsi, yəni Allah Teala'nın dediyi hədislər, yəni Quran-ı Kərimdən əlavə dediyi sözlərdir. Ələ fə'ləmu, agah olun və bilin ki, ənə əhəbbə ibadi iləyyə və əkrəməhum lədəy Muhammed və Ali. Mənim yanımda ən çox sevdiyim bəndələrim içində ən çox sevdiyim və ən çox hörmət elədiyim bəndə Muhammed sallallahu aleyhi və səlləm və Əlidir. Həbibi və vəliyyi ki, bunlar mənim həm sevdiyim şəxslərdir və vəlimdir. Fəmən kânət ləhu hacə iləyyə fəlyətəvəssəl iləyyə bihima. Kimin nəsə məndən bir dənə hacəti olsa, nəsə bir istədiyi olsa, o zaman bu ikisi vasitəsilə mənə təvəssül eləsinlər. Fə inni la əruddu sualə sailin yəsəluni bihima. Və mən, əgər bir dənə məndən nəsə istəyən nəsə bir hacəti olan, nəsə istəsə, bunlara görə istəsə, bunlara mənə and verib istəsə, mən o şəxsin rədd eləmərəm, yəni o şəxsin istədiyini ona verərəm. Və bit-tayyibinə min itrətihima, yəni həm bu ikisi vasitəsilə və həmçinin bunların itrətindən olan, bunların övladlarından olan pak övladları vasitəsilə istəsə, mən o şəxsi rədd eləməyəcəm. Fəmən səələni bihim, kim bunlar vasitəsilə bir şey məndən istəsə, fə inni la əruddu duaə.
mən onun duasını rədd eləmərəm, qəbul eləyərəm. Və keyfə əruddu duaa mən səələni bi habibi və safvəti və vəliyyi və hüccəti və ruhi və nuri və ayəti və babi və rəhməti və vəchi və ni'məti. Və Allah Teala buyurur ki, mən necə o şəxsin duasını rədd eləyim ki, bir halda ki, o mənim sevdiyim və mənim seçdiyim və mənim vəlim dostum və mənim hüccət qərar verdiyim və mənim ruhum təbii ki, Allah nazıbillah ruhdan və cisimdən tərkib tapan deyil. Ruhum deyəndə nə cür ki, müəyyən yaratdıqları içində, məsələn, evlər, hər bir mülk Allaha aiddir, lakin Kəbə evi haqqında danışarkən deyir, bu mənim evimdir. Allah da o evdə yaşamır, sadəcə o evin digər evlərdən üstünlüyünü bildirmək üçün ona evim deyir. Yəni, ruhları da hamısını Allah da yaradır, lakin bunların içində Allaha məxsus olan və Allah daha onun hörmətini bildirmək üçün o ruhu özünə aid edir və deyir, mənim ruhum və mənim nurum və mənim nişanəm və mənim qapım, yəni mənə doğru gəlmək üçün olan bir qapı və mənim rəhmətim və mənim vəchim, yəni mənə yönəlmək istəyənlər üçün olan həmin o vəchim və mənim nemətim ki, bu Əhl-i Beyt əleyhissalamın xüsusiyyətləridir. Nəzər ki, müxtəlif hədislər və ziyarətnamələr vasitəsilə bu xüsusiyyətlər bizə gəlib. Bunlar vasitəsilə bunlara mənə and verən bir şəxsi mən necə rədd eləyim? Ələ və inni xaləqtuhum min nur əzəməti. Agah olun, mən onları öz əzəmət nurumdan yaratmışam. Və cəaltuhum əhlə kəraməti və vilayəti və onları öz kəramət və vilayət əhlim qərar vermişəm. Fəmən səələni bihim arifən bihaqqihim və məqamihim. Kim onların haqqını və məqamını tanıyaraq onlara mənə and verərsə, avcabtu ləhu minnil icabə. O şəxsə mənim tərəfindən icabət eləmək, yəni müsbət cavab vermək vacib eləmişəm özümə. Və kana zalikə haqqan əleyh. Və bu mənim üzərimdə olan bir haqdır. Ki, bu da, bu hədis ki, qısa oxuduq və şərh elədik, bu da bundan əvvəlki verilişimizdə bəhs elədiyimiz mövzulardan biri. Yəni, duanın, həm namazın təşəhhüddə və həmçinin duanın qəbul olmasının ən əsas şərtlərindən biri olan Peyğəmbər və onun əhl-i beytinə təvəssül eləməyi bizə bildirən hədislərdəndir ki, bu elə Əhl-i Beyt əleyhissalamdan və onların vasitəsilə Peyğəmbərdən və Peyğəmbərin vasitəsilə də Allahdan nəql olunmuş bir kəlam idi. Həmin bu mövzumuza aid digər bir dəlilə keçmək istərdik ki, yəni namazda təvəssülə işarə eləyən dəlillərdən biri ki, onlardan biri təşəhhüddə Peyğəmbərin adını demək və Peyğəmbər və onun əhl-i beytinə salavat demək idi və dedi, kimsə bunu deməsə namazı batildir. İkinci şahidimiz nədir? İkinci şahidimiz budur ki, Allah Teala namazda ki, həmən bu namazın tərkib hissəsində bizlərə Peyğəmbərə salam verməyi əmr eləyir. Əmr eləyir ki, biz Peyğəmbərə salam verək. Və bu da həmin bu sözdür ki, məsələn, namaz qılan müəyyən dua, məsələn, namazını qılır və namazı qılandan sonra gəlir, namazı bitirmək istəyəndə salamlar bölməsində buyurur ki, Əssəlamu aleykə əyyuhən nəbi və rəhmətullahi və bərəkatuhu. Salam olsun sənə ey Peyğəmbər və Allahın rəhməti olsun və bərəkəti olsun. Bu namaz ki, özü namazın, salam, namazın salamı namazın cüzlərindən biridir, yəni namazın tərkib hissəsidir. Və namaz yalnız bunun vasitəsilə tamamlanır. Əgər salamı biri deməsə, namaz tamamlanmayacaq. Demək, həmin burada, həmin bu namazın cüzlərindən bir hissəsini Allah Teala gəlib Peyğəmbərə salam vermək qərar verib. Yəni, həmin bu namazda Peyğəmbərə salam vermək bütün məzhəblərə görə müstəhəbdir. Yəni, bütün məzhəblər deyir ki, Peyğəmbərə namazda gəlib Əssəlamu aleykə əyyuhən nəbiyyü və rəhmətullah və bərəkatuhu, salam olsun sənə ey Peyğəmbər və Allahın rəhməti olsun və bərəkəti olsun. Bunu demək müstəhəbdir. İndi təsəvvür eləyin, namazda insan yalnız Allaha yönəlməlidir. Allahdan başqasına da yönələ bilməz. Yalnız və yalnız Allaha yönəlməlidir. Və bu namaz Allaha olan ibadətdir. Lakin bu Allaha olan ibadətdə Allah Teala Peyğəmbərə müraciət eləməyi və ona xitab eləməyi müstəhəb bilir, savab bilir. Yəni, insana deyir ki, bəndə deyir ki, namaz qıldıqda, mənə ibadət elədikdə və mənə təvhidin ən əsas nişanələrindən biri olan namaz ibadətində mən sənə müstəhəb bilirəm və əmr eləyirəm ki, Peyğəmbərə doğru yönələsən və ona xitab eləyəsən
Nə cür ki, bu günləri bəziləri ki, namazlarından, qıldıqları namazlardan belə qafildilər və deyirlər ki, Peyğəmbəri nida eləmək, Peyğəmbəri çağırmaq mütləq mənada olmaz. Çünki ölüb, əgər sən onu çağırsan, bu olacaq şirk, Allaha şərik qoşmaq. Yaxşı, Allaha, əgər Allahdan başqasını çağırmaq, yəni ölü bir şəxsi çağırmaq, özü şirkdirsə, Allah şərik qoşmaqdırsa, namazda Allah Taala bizə özü əmr eləyib. Əyyuhə, salam olsun, əssəlamu aleykə, salam olsun sənə. Birinci xitabdır. Yəni, salam olsun ona deyilmir, dua da deyil, salam olsun sənə. Əyyuhə də yaxında olan birinə olan bir nidadır. Yəni, ey, həmin o ki, biz məsələn deyirik, salam olsun sənə, ey Peyğəmbər, həmin o ey ki, nida ədatıdır. Ərəblərdə əyyuhənlə, neçə cürəsi var, yə var, ə var və s. var ki, bəziləri uzaqsındır, bəziləri yaxınsındır. Əyyuhə də yaxınsın olan nida hərflərindən biridir. Yəni, nida ədatlarından biridir. Və Allah Taala bizə əmr edir ki, namazda Peyğəmbərə biz nida eləyək və Peyğəmbərə biz xitab eləyək. Demək, namazda Peyğəmbərə xitab eləmək özü Allahın əmridir. Yaxşı, bu namazda Allahdan başqasına yönəlmək qadağan idi. Yəni, heç kim Allahdan başqasına yönələ bilməzdi və Allahdan başqasıyla danışmaq da olmaz. Lakin xitab elədiyindən sən danışırsan və ona doğru yönəlirsən. Bu, həm Peyğəmbərə çağırmaqdır, həm Peyğəmbərə doğru yönəlməkdir və ona təvəssüldür və istiğasədir. İstiğasə neysə, kimisə məsələn, köməyə çağırmaqdır. Salam olsun sənə, ey Peyğəmbər, birbaşa xitab edirsən. Həmin bu xitabı Allah Taala nəinki adi duada, nəzər ki, bəziləri məsələn duada deyərkən məsələn deyəndə ki, ey Peyğəmbər, Allah yanında mənə şəfi ol, ey Peyğəmbər, Allahdan bunu istəmənin üçün Peyğəmbər dünyasını dəyişib, ona görə bu sözü demək özü qadağandır. Və hətta təkcə qadağanla da kifayətlənmirlər. Deyirlər ki, bu sözü demək şirkdir, Allaha şərik qoşmaqdır. Lakin həmən bu nidanı biz nəinki duada, hətta ən böyük ibadət olan və sırf Allaha məxsus olan həmin o namazda Allah Taala bizə əmr eləyib. Və heç kim bunu inkar eləyə bilməz. Düzdür, bəziləri indi bu irada cavab vermək üçün gəlib bir, məsələn, hədis getirirlər ki, hə, məsələn, mənbələrimizdə hədis var ki, yox, salam veriləndə Peyğəmbərin dövründə Əssəlamu aleykə, əyyuhən nəbiyyə və rəhmətullah və bərəkatuhu, yəni salam olsun sənə, ey Peyğəmbər və Allahın rəhməti olsun və bərəkəti olsun sözünü demək var idi. Lakin Peyğəmbərdən sonra Əssəlamu alən nəbiydir. Yəni, salam olsun Peyğəmbərə, nəinki salam olsun sənə, ey Peyğəmbər. Yaxşı, lap bu hədis var. Lap buna qəbul da eləsək həmin o şəxslərin məzhəbinə görə. Lakin yenə də bizim bəhsimizə bu cavab olmayacaq. Niyə? Çünki bu hədislə yanaşı, yenə də öz fəqihləri və qəbul elədikləri alimlər hamısı qəbul eləyir ki, Peyğəmbərə namazda salam vermək, hətta bu ibarəni demək ki, salam olsun sənə ey Peyğəmbər, bunu demək müstəhəbdir. Lap başqa bir hədis də olsa, yəni başqa bir hədis neydir? Deyir ki, ya bunu deyə bilərsən, ya bunu. Amma sözümüz nədədir? Yəni, ən azından mən bu sözü deyə bilərəm, yoxsa yox. Yəni, salam olsun sənə ey Peyğəmbər sözünü demək ki, olar ya olmaz. Yəni, sözümüz bunda deyil ki, yəni başqa bir söz var, yoxsa yox. Məsəl üçün, buna görə hətta bəziləri bunu biləndən sonra ki, məsəl üçün, bu özü təvəssülə əslində ən böyük dəlildir, başlayırlar bunu tərk eləməyə və gedib həmin o digər hədisi götürürlər. Öz mənbələrində olan o hədis ki, Peyğəmbərdən sonra bu cür nə deməliyik ki, salam olsun Peyğəmbərə, əssəlamu alən nəbi, yəni Peyğəmbərə birbaşa xitab eləmək yox, salam olsun Peyğəmbərə sözünü deməklə. Lakin lap buna da qəbul edirsə, amma həmin o şəxsə sualımız budur ki, yaxşı salam olsun sənə ey Peyğəmbər deyən müşrikdir ya müşrik deyil. Allaha şərik qoşur ya şərik qoşmur. Çünki sənə görə əgər duada bir nəfər Peyğəmbərə bu zürnə xitab eləsə və Peyğəmbərə yönəlsə və Peyğəmbərə desən salam olsun sənə və yaxud da ey Peyğəmbər filan şeyi Allahdan məni üçün istə, Allahdan məni üçün ruzu istə və s. deyirsən, Peyğəmbər ölüb, ona görə ona bu cürünə xitab eləmək, əslində onu təzim eləməkdir, təzim elədin, bu da ona görə gəlir, şirk olur, Allaha şərik qoşmaq olur və s. ki, bu müxtəlif ibarələrlə eyni məzmunu, yəni eyni bu sözü deyirlər. İndi həmin o şəxsdən sual veririk. İndi əgər Peyğəmbərə müraciət eləmək, yəni xitab ədatı ilə və nida ilə, həmin o nida demək, Peyğəmbərin nida hərfi ilə əyyuhəni demək və yaxud da yəni demək, çünki fərqi yoxdur nida hərfləri. Hətta əyyuha bəzi hallarda qərib üçün, yəni yaxın bir nida üçün işlənir. Həmən bu yaxını demək özü nədir? Şərik qoşmaqdır yoxsa yox?
Əgər şərik qoşma olmasa, çünki heç kim deyə bilməz bu şərik qoşmadır, çünki bunun da ən azından demək namazda olar, bunu bütün fəqihlər deyir və hətta müstəhəbdir. Əgər müstəhəbdirsə, yəni müstəhəbdə Allahın əmri var. İndi Allah bizi şirkə əmr eləyib, Allaha şərik qoşmağa əmr eləyib. Təbii ki, Allah Taala bəndəsini şirkə əmr eləməkdən və yaxud da Allaha şərik qoşmağa əmr eləməkdən çox-çox uzadır və Allah Taala heç vaxt bəndələrini bu işə əmr eləməz. Əgər bu işə əmr eləməzsə, demək bu iş özü özlüyündə olar və məşruudur, yəni şəriətin qəbul elədiyi bir şeydir ki, Peyğəmbərə xitab eləyəsən, Peyğəmbərə həm nida hərfi ilə xitab eləyəsən, həm müxatəb olaraq xitab eləyəsən. Çünki Peyğəmbər səni eşidir. Əgər eşitməsəydi, çünki eşitmək inşallah mövzusuna daha geniş gələcək. Sadəcə burada sözümüz bu mövzunu çəkdi deyə bu sözü deyirik. Peyğəmbər eşitməsəydi, heç vaxt Peyğəmbərə salam olsun sənə əmr eləmək deyilməzdi. Niyə? Çünki əgər bu Allah Taala buna əmr eləyibsə bizə və Peyğəmbər eşitmirsə, mənim salam olsun sənə ey Peyğəmbər deməyim mənasız olacaq. Elə bil ki, təbii ki, bu misal bizim əqidəyə görə uyğun deyil. Sadəcə qarşı tərəflərin həmin o iradlarını dəf eləmək üçün olan bir şeydir. Məsələn, divar məni eşitmir. Divar məni eşitmirsə, mən divara xitab eləmək ən azından mənasız və ağılsız bir işdir. İndi Peyğəmbər də əgər məni eşitmirsə, ona xitab eləməyim, sən deməyim və nida ilə ey Peyğəmbər deməyim, bu özü olacaq ağılsız bir iş. İndi Allah Taala namazda, Allaha ən böyük ibadətdə bizlərə ağılsız bir işə əmr eləyir. Təbii ki, Allah Taala bundan çox-çox uzadır və mənasız bir işə əmr eləməkdən bəndələr çox-çox uzadır. Demək, Allah Taala əmr eləyirsə, o işin mənası var və o işin həqiqəti var. Həqiqəti varsa, mən xitab eləyirəmsə, demək, Peyğəmbər də məni eşidir və eşidir, hətta mənə cavab da verir. Yəni, 100% bilirik cavab verir. O ki, bəzən, hətta bu da qısa bir irada, qısa indi cavabdır. İnşallah daha genişini sonraki verilişlərimizdə deyərik, yəni onların dəlillərini getirib rədd eləyəndə. Bu ki, bəzən deyirlər ki, hə, Peyğəmbərə sən xitab eləyirsən, görsən, ayələr getirirlər ki, o bütlərə, ki, o ayələr bir-bir cavab verəcək inşallah, ki, bütlərlə müraciət edirlər, onlardan heç bir cavab gəlmir. Deyir, görürsünüz, siz də Peyğəmbərə müraciət eləyəndə, ona təvəssül eləyəndə, Peyğəmbərdən bir cavab gəlir, cavab gəlmirsə, demək, hə, bu ayə sizə aid oldu. Birinci cavabımız budur ki, sən Allaha dua eləyəndə, duada sənə cavab gəlir ya gəlmir. Təbii ki, sənə, yəni cavab, yəni sən eşitmirsən cavabı. Cavab o demək deyir ki, səslən olmalıdır. Lakin sən eşitmirsən, indi eşitmirsən deyə ki, Allaha o dediyin, Allah Taala sənə cavab vermir, bu ayə sənə şamil olur. Və yaxud da Peyğəmbərin salam ki, verməyin əmr olub, hətta öz kitablarında da deyir. Hətta namazda da əmr var ki, salam deməlisən. Salam deyirsənsə, demək, Peyğəmbər də 100% onun cavabını qaytarır. Əgər Peyğəmbər də onun cavabını qaytarırsa, nəzər ki, buna öz kitablarında da, səhih kitablarında da işarələr var və bu hədisləri də getirəcək və həmçinin İslam şəriətinin hökmünə əsasən salam verənin cavabını almaq vacib deyil və Peyğəmbər də alır. Peyğəmbər alır, yaxşı kimsə bunu eşidir? Təbii ki, eşitmir. Nə o şəxslərin özləri eşidir, nə başqaları. Halbuki hədislərdə var ki, Peyğəmbər salamın cavabını alır. Yaxşı bu salamın cavabını alırsa, eşidirsən, eşitmirsən. O zaman o deməkdir ki, indi eşitmirsən, bu hədisləri inkar eləyəcəksən. Xeyr, bu hədisləri də inkar eləmək olmur. Demək, həqiqətdə namazın özündə Allah Taala əgər salam verməyi, Peyğəmbərə xitab eləməyi və ona doğru yönəlməyi və hətta onunla danışmaq üçün xitab eləmək nədir? Sən o xitab elədiyin şəxslə danışırsan, Allah Taala namazda Peyğəmbərlə, yəni Allahın ən sevdiyi şəxslə danışmağı bizə əmr eləyir. Ona xitab eləməyi və ona nida eləməyi əmr eləyir. Əmr eləyirsə, demək, ən böyük ibadət olan namaz ki, Allahdan başqasına yönəlmək olmazdı. Halbuki Peyğəmbərə yönəlməyi də əmr elədi, o ilə danışmağı da əmr elədi və ona nida eləməyi də və ona xitab eləməyi də əmr elədi. Demək, bu işlər özləri heç biri şirk deyil, Allaha şərik qoşmaq deyil. Və bu həqiqətdə təvəssülün özünə ən böyük dəlillərdən biridir. Çünki bu özü elə Peyğəmbərə yönəlməkdir. Yəni, Allaha ibadət edərkən Peyğəmbərə yönəlirsən və onun vasitəsilə sənin namazın da qəbul olur. Ki, bu da qısa olaraq işarə elədiyimizdir ki, namazda elə salamın özü təvəssülə və təvəssül barədə olan bir çox iradlara ki, həm Peyğəmbərin eşitməməsinə, həm Peyğəmbərin cavab verməməsinə və s. bunların hamısına və bu işin Peyğəmbərə nida eləməyin və xitab eləməyin şirk olmasına ki, bu iradlar var, bu iradlara olan cavablar var hamısı bunda və bundan başqa cavablar da və bundan başqa bəhsləri də bundan sonraki verilişlərimizdə davam etdirməyə çalışacağıq. Və sallallahu alə seyyidina və nəbiyyina Muhammed və alə alihi tayyibinə tahirin.